giyinirsən? Hə də, arada. Az bana bax, səncə ən bahalı marka giyindiyin nə olur? Sənə deydim, gəl Seva butikdən nələr var, nələr gəlmədin. Ey Allahın cezası, marka deyirəm, qız Seva butik deyir. Deyirəm ki, ən bahalı belə giyindiyin marka nə olur? Vallahi elə ən çox reklama işləyirəm. Ancaq belə valla yalan nə danışım, elə nə geyinirəm məndə markadır da. Az elə yox, bilirəm. Yəni gedib öz cibinlə belə pul verdiyin marka nə almısan? Reklam eləyim burada. Allah cezanı vermesin. Dolce Gabbana diyeyim. Dolce Gabbana'nın reklama ihtiyacı var. Az gene deyirəm belə marka ne almışsan en böyle pahalı. Az nə bilim alıram da. Və elə markalardan çox başım çıxmır. Xoşuma gələni alıram. Marka butik. Markanı sən giyinirsən. Az elə yox belə Gucci'dən, Dolce'dan, Armani'dən ne işlə? Onlardan hamımız alıb giyinirik də. Az yaxşı. Hardan alsın? Mesela Gucci'yi hardan almışdın en son? Əşi Gucci'nin orijinalı birincisi Azərbaycanda yoxdur, əzizim. Ay, sana bayılırım. Sana bayılırım. Ay. Düz deyirəm, bu Aşkito Azərbaycanda ancaq Padelkadır, elə Las Vegas'dır, Gucci'dir, Quzamsı Padelkadır. Orijinal yoxdur. Yok, düz. Orijinal adıyla satıram, orijinal deyil də. Bence en güzel orijinal hansı butike gidirdin? Seva butikə. Bence en güzel Gucci'ler Seva butikten satılır. Seva butik. Seva butik. Həqiqətən bəli, reklam olsun deyə demirəm. Öz adamımızı. Ama ben Las Vegas markasını Həqiqətən tepe də. değiştirem. Bəli, gör nə deyirəm. Həqiqətən də orada sənə uyğun hər şey var ha. Yəni reklamdır və yaxud da özümüzkidir deyə demirəm. Həqiqətən Ben de ki, bak ben demir. Bak Allah ki ben Temu'dan da giyinirim, Trendyol'dan da giyinirim. Lap gidip bazardan da alarım. Esas odur ki onu giyinende, onu güzel kombin eləyəsən, o sənə yaraşsın. Yani fark eləmir. Mesela bak ben Gucci'den de giyinirim, pahalı markada giyinərsən. Ama da yani arada bir özüne bir tane de marka alarsan da sen hiç diyesin, hiç hayatın boyu almayıpsan. marka. Hiç. Zara'dan da, cehennem hiç Zara'da almayıpsan. Zara'dan alıram. Buradakı Zara'lar da yenə deyirəm, Padelka da orijinal deyil. Sen hara gedirsen, hardaki Zara'dan alırsan sen Patelka. Abi o butikte giyindiğin... Targovdakı Zara var, Targovdakı Bu Zara. senin rahmin çürüsün de o butikten aldığın da Patelka'dı da. Bilirəm də, mən demirəm ki, orijinaldır. Padelka bahadır, yox, heç birimiz ala bilmərik. Padelka 5-10 manata, yox, orijinal 5-10 manata deyil, Aşkito. Ve yaxşı, buradaki Patelka'dırsa orijinal Gucci'yi hardan alaq? Padelka birəbirdir, yəni Padelkadır, 200-ə, 300-ə, 500-ə alırıq. Amma orijinal elə deyil axı. Orijinal yüksəkdir. 5 minə, 10 minədir. Hə. Onu deyirəm de, deyirəm yani marka ne alıpsan onu deyirəm. Hər şey, elə Zarası olsun, Ay markası. senin rahmin çürüsün Kəmişim. Sen beni çıldırttın Allah hakkı. Oy beni çıldırttı bu kız. Ay Allah. Neyse sen hele butikten giyin. Kız bana bak. Tatlı bir kız sen ama. Sevirəm. Senden oturup bir defa kahve içesim var. İnşallah da oturarıq da görüşərik. İnşallah. Ben bak gitmeden yurt dışına görüşey. İnşallah. Məhərrəmlik girsin, biraz işlər dayansın, qaçaqodayıq. Ben Müslüman bacım, Müslüman dindar bacım. Hacı hanım Kəmiş. Yox, mən din zat saxlamıram. Dostu da indi məhərrəmlik gəlir, saxlayanlar var da, mən nə deyə bilərəm? Az bana bak Müslümansan eləm yoksa? Müsəlmanam əlbəttə ki. Ne bileyim din saxlamıram dersen. Onu dedim belki değişmeysen. Mən necədir? Yəni sən mənə başa düşmədin. Yəni mən sırf oturub dindarlıq eləmirəm də. Mən məsəl üçün məhərrəmdə şou proqramlara gedirəm. Güzel. Oruç tutursan mı bari? Yox, tuta bilmirəm mən oruç. Sevirəm səni. Canım benim. Sən tutursan, hə? Dəlisən 11 ayda. Az mən onu da anlamıram. 11 ayda her poxu yerlər. Bir ay bunlar güya Hacı xanım oldu. Bak hakikaten oruçluqdur. Məncə oruçluqdur, dindarlıqdır, insan ürəyindən gəlməsi lazımdır həqiqətən. Yəni şov amaçlı, birinə bunu göstərim, ay biri məni Müslüman görsün, biri məni dindar görsün deyə deyil. Ürəyindən həqiqətən o sevda, o istək gəlirsə elə. Yoxsa özünü şov amaçlı göstərirsənsə o ən böyük günahdır. Əlbəttə ki, mən də razı deyiləm elə şeyin, əlbəttə düz deyirsən. Bəli. Kəmiş mənə bax, qız bir dənə də bir uşaq doğursan. Hə?
He. Allah övi tiksin. Özüm elə uşağım da. Ne uşaqsan ki 56 yaşın var. Nə 56 yaşım? Mən nə qədər qoca oldum. Neçə? Neçəsən sən canım? Hə? 35. Mən? Benim oğlun 22 yaşı var. Hə, onda 40san. Yox, 39. Otur maşallah ama hiç vermərəm ha kəmiş. 40 bu sezon olacaqdı. Elə bir bunlar. Ama Kemalənin içində bir uşaq yatır. Mən Kemalənin o şeyini sevirəm. Valla deyib gülən insansan. Çox sev. Həqiqətən mən böyüməmişəm. Heç nə kafana taxmırsan, kim nə deyir, heç şey eləmirsən. Valla halal. Mən sevirəm belə insanları. Hədiyyə atanlar çox sağ olun. Bəli. Mən Kəmiş bacımı çox sevirəm. İnşallah bir gündə oturub kahve çay içərik. İnşallah mütləq, mütləq. Təzə mahnı falan gəlir yoxsa? Ay, nələr gəlir, nələr, nələr. Yaxşı, indi mamışdan sonra nə gəlir? Yəni atışma. Qəşəng. Hə. Mənə deyərsən, adı deyərsən, nəysə tanıdıq bir adı oxşayacaq. Mən o adı deyim, ona uyğun bir şey yaz. Maraqlı bir şeydir. O burada deməyim. Az qalıb çıxacaq. Dur. Ya da belə başla. Ajdar, nəysə belə bir şeylər belə. Elə bir şey yoxdur. Amma maraqlı. Maraqlı bir şey çıxarsan mənə yaz. Maraq elədim. Sən ki o işlərə mən qaqam baxır da, o TikToku sirkələmək zad, o işlərə özüm baxıram. Yəni. Hə, yaxşı, yaxşı çıxarsan de görüm, maraq elədim. Öpürəm. Sağ ol. Mən hələlik Katyana da salam söylə. Sağ ol, sən də sağ ol. Niguliyə də öpücüklər. Sağ ol. Görüşərik hələlik. Sağ ol həyatım.